Quranın hökmlərinə əməl eləmədilər, getdilər başqa mədəniyyətlərə tərəf. Deyir müsəlmanam, geyimində İslamdan əsər əlamət yox. Çörəyində, yeməyində İslamdan əsər əlamət yox. Danışığında, duruşunda, yol getməyində, davranışında, ailəsi ilə rəftarında, insanlarla rəftarda hamısı başqa mədəniyyətin qoxusu gəlir. Heç İslamdan, Qurandan əsər əlamət yoxdur. Peyğəmbər qiyamətdə bunlardan şikayət edəcək. O insanlar ki, müsəlman adını üstünə götürmüşdü, amma həyatında İslamdan əsər əlamət yoxdur. Namaz vaxtıdır, azan verilir, azan vaxtı möminlə kafirin fərqi bilinir. Hədis var ki, namaz möminlə kafirin fərqidir. O adam ki, müsəlmandır, azan vaxtı azan veriləndə gedir namazında dayanır, Allahın huzurunda dayanır. Kafir də etinasız, bu da dayanır, bu da etinasız. Bu da öz işi ilə məşğuldur. Kafirlə möminin fərqi o zaman bilinir ki, süfrə salınır, o süfrədə haram şey süfrənin üstünə qoyulur. Amma görürsən, bunun heç kafirdən fərqi yoxdur. O içdiyi şeyləri bu da içir. O yediyi şeyləri bu da yiyir. Kafir xanımla müsəlman xanımın fərqi İslami hicaba riayət eləməyindədir. Hicab Allahın neymətidir xanımlara. Allahın rəhmətidir xanımlara. Hicab xanımın iffətidir, izzətidir, şərəfidir. Müsəlman xanımın başqasından fərqi onun hicabındadır. Amma geyimində indi biz onları da keçib getmişik. Amerikaya, Avropaya səfərə gedib qayıdanlar deyir, vallah bizdə geyinilən şeyləri orada az adam geyinir. O qədər açıq-saçıqlıq ki bizdə var, heç oralarda yoxdur. Onlar o yolun səhvliyini başa düşüb indi qayıdırlar, biz isə hələ soyunmağa tərəf gedirik. Elə bilirik ki, soyunduqca bizim mədəniyyətimiz çoxalacaq. Bu sözü neçə dəfə demişəm, alimlərdən biri deyir ki, soyunmaqla adam mədəni olursa, meşənin heyvanı hamıdan mədənidir. Çünki əyninə paltar geyinir. İnsan soyunmaqla inkişaf eləyərsə, soyunmaqla insanın biraz da ağıl nuru, zəka nuru sönür, işığı sönür, mədəniyyətdən uzaqlaşır insan. İnsanın mədəniyyəti tərəqqisi onun elmindədir, savadındadır. İslam xanımlara heç bir məhdudiyyət qoymayıb, təhsil almaqda, işləməkdə, fəaliyyət göstərməkdə heç bir məhdudiyyət qoymayıb. Amma başqa vəzifələr də qoyub. Bunlar bir-birini tamamlayır və xanım o zaman müsəlmançılığı ilə seçilir ki, onun hicabı var, İslami hicaba riayət edir. Bu baxımdan Peyğəmbər şikayət eləyəcək ümmətinin o hissəsindən ki, deyirdilər biz müsəlmanıq, amma əməllərində İslamdan əsər əlamət yox idi. Quran oxuyub ona əməl eləyənlərə şəfaət verəcək.